Uşağın yuxusunu qaçıran və onun yaxşı yatmasına mane olan faktorlar hansılardır? Birinci növbədə uşağın açıq havada az olması. İkinci növbədə uşağın çay içməsi, çox çay içirilməsi, kofe, kakao kimi tərkibində kakao və kafein olan şirniyyatlardan, şəkərlərdən çox istifadə edilməsi uşağın beynini oyadaraq yuxunun pozulmasına səbəb olur. Üçüncü növbədə yuxudan öncə uşağın çox yedirilməsi onun gecə yuxusunun pis olmasına səbəb olur. Dördüncü növbədə uşağın gecə yedizdirilmə vərdişinin olması, yəni hər gecə yatarkən yedizdirilən uşaqlar hər gün mütləq o saatda oyanaraq yemək istədiyinə görə pis yatacaqdır. Və bundan başqa uşaqda sancıya, bağırsaqların yaxşı işləməməsinə səbəb olan paketli qidalar, südün özünün içirilməsi, xüsusən də yuxudan öncə yatan qarına uşağa süd içirilməsi uşaqda qaz sancısı və yuxunun pis olmasına səbəb olacaqdır. Mövzu haqqında ətraflı məlumat və əlaqə üçün 055 703 27 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.